BMT-nin Ümumdünya Şəhər Salma Forumu çərçivəsində media nümayəndələri üçün Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub. Turun məqsədi media nümayəndələrini Bakıda tullantıların idarə olunması sahəsində tətbiq edilən müasir yanaşmalar, təkrar emal prosesi və dayanıqlı şəhər idarəetmə təcrübələri ilə yaxından tanış etmək olub. Məlumatlandırma turu çərçivəsində iştirakçılar əvvəlcə Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin bərk məişət tullantılarının çeşidlənməsi zavodunda olub. Tullantıların çeşidlənməsi prosesi və tullantılar arasında tapılmış qiymətli əşyaların sərgiləndiyi güşə ilə tanış olublar. Daha sonra iştirakçılar Balaxanı Sənaye Parkına və Bakı bərk məişət tullantılarının yandırılması zavoduna səfər edərək təkrar emal və tullantıların yandırılması nəticəsində elektrik enerjisinin istehsalı prosesi ilə tanış olublar. Mediatur VUF-13 Azərbaycan Əməliyyat Şirkəti, Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyəti və Bakı Şəhər İcra Hakimiyyəti Kommunal Xidmətlər Müəssisəsi məhdud məsuliyyətli cəmiyyət nümayəndələrinin müşayiəti ilə həyata keçirilib. Tədbir çərçivəsində VUF-13 zamanı tullantıların idarə olunması ilə bağlı görülən işlər barədə məlumat verilib və iştirakçıların sualları cavablandırılıb. Qeyd edək ki, VUF-13 Azərbaycan Əməliyyat Şirkəti və Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyəti arasında imzalanmış əməkdaşlıq memorandumu VUF-13 tədbirinin dayanıqlı şəkildə keçirilməsinə, karbon emissiyasının azaldılmasına, tullantıların minimuma endirilməsinə və təkrar emal göstəricilərinin artırılmasına, həmçinin resurs səmərəliliyi və dairəvi iqtisadiyyatın təşviqinə strateji töhfə verir.